Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Sırf bu video çəkiliş illərdir keçmiş travmalara 12-dən nöqtə atış olaraq son qoymaqla bağlı. Bilirsiniz, insan nə qədər şəxsi həyatı boyunca travmalarla yaşadıkları pis xatirələrdir. Onlardan qaçıb üstünə getmədiyi müddətcə daima həmin pis anları yaşayırlar. İstəmsiz də dolmaq, yaxud anidən gülmək səbəbsizcə, bu da bir psixoloji xəstəlikdir və bipolyar xəstəlikdir. Günün yarısına kimi pissən, yarısından sonra yaxşısan və nəticə etibarilə insanlar düşüncə tərzləri zamanla bu faza aralığında dəyişir və itir. Nə etdiklərini bilmirlər, işə niyə gedir, niyə yemək yeyir. Bəlkə heç azmıyor. Sadəcə özünü, beyni toparlamaq fazası. Və son olaraq da düşüncəni bir formalaşdıran psixoloji xəstəliklərin travması, yəni kökünü qazan, onu məhv edən hər zaman müsbət olaraq bir dənə hobbi kimi bir şeydir. Kişi xeyirxahlarına idman, yəni kişi deyilsənsə, qadınsansa, cinsiyyətə mənsubsansa, bir bekar evdən qadınlara, kulinariya sahəsində video çəkiş kimi, yaxud başqa kəsinti kimi, yəni kiçik bir hobbi insanı həmin pis vəziyyətdən çıxardır. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verməsə məlumat verə bilərlər.